Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 1 iyun 2025-ci il kimya suallarına baxacağıq, qəbul suallarına birinci qrup. Deməli, ilk öncə 61-ci suala baxırıq. Qarışqa turşusu və qarışqa əldə edici üçün ümumi olmayan nədir soruşulur. Qarışqa turşusunun formulu biraz yaxınlaşdıraq. HCOOH, bunu bilirik. Və bir də qarışqa əldə edici isə HCOH şəklindədir. Deməli, karbon atomunun oksidləşmə dərəcəsini soruşur. Biz bunu CH2O2 şəklində qarışqa turşusunu, qarışqa əldə edicini isə CH2O şəklində yazırıq ki, hər ikisinin karbon atomlarının oksidləşmə dərəcəsini tapaq. Hidrogen müsbət 1, oksigen mənfi 1. Buradan da hesablasaq X müsbət 2 edir. Yəni ki, qarışqa turşusundakı karbon müsbət 2 oksidləşmə dərəcəsi. Qarışqa əldə edicində isə müsbət 1, mənfi 2 yazırıq və hesablayırıq. X bərabərdir buradan 0-a. Deməli, oksidləşmə dərəcələri eyni deyil. Molekullarında sp2 hibrid vəziyyətində olan karbon atomlarının sayı. Hər ikisində bir ədəd sp2 hibrid vəziyyətində karbon atomu var. Çünki bir ədəd pi rabitə birləşir. Bu eynidir. Adi şəraitdə aqreqat halları bilirik ki, karbon turşuları maye halındadır. Aldehidlərin isə ilk nümayəndəsi olan qarışqa aldehidi qaz halında olur. Doğru cavab. Deməli, bu da yanlış cavabdır. Yəni, ümumi deyil. Miso H2 ilə reaksiya daxil olması bilirik ki, qarışqa turşusu turşulardan yeganə turşudur ki, miso H2 ilə oksidləşmə reaksiyasına daxil olur. Aldehidlər isə hamısı daxil olur. Yəni, bu da ortaq xüsusiyyətdir. Bizə ümumi olmayan xüsusiyyəti soruşur. Doğru cavab olacaq 1 və 3. Yəni, B variantı. İkinci suala baxırıq. Azot və hidrogenin başlanğıc qatılıqları uyğun olaraq 5 mol böl litr və 4 mol böl litrdir. 1 mol böl litr azot reaksiya daxil olarsa, deməli, biz ilk öncə reaksiyanı yazırıq. N2 üstə hidrogen, yəni 3 mol hidrogen reaksiyanı artıq bilirik biz. Və başlanğıc qatılıqlar verilibsə, BTS ardıcıllığı ilə yazırıq. 5 mol böl litr azot, 4 mol böl litr hidrogen. 1 mol böl litr azot reaksiya daxil olarsa, yəni sərf olunarsa, bilirik ki, sərf olunma qatılıqları, sərf olunan qatılıqlar mol nisbətlərinə əsasəndir. O zaman hidrogen də 3 mol böl litr sərf olunacaq. Bu maddələrin həmin anda qatılığı, yəni tarazlıq qatılığı nəzərdə tutulur. 5-dən 1 çıxdıqda 4 mol tarazlıq qatılığı, hidrogen isə 4-dən 3 çıxdıqda 1 mol tarazlıq qatılığı qalır. Yəni 4-1 nisbətində C variantı doğru cavabdır. 63-cü suala baxırıq. Oksigen və hidrogen guruldayıcı qaz, hidrogen və oksigenden ibarətdir. Bilirik və 2 mol hidrogen, 1 mol oksigen. Deməli, hidrogenin mol miqdarı 2 mol, B bərabərdir 2-yə. Oksigenin mol miqdarı isə 1 moldur, A da bərabərdir 1-ə. Kütlələrinə baxsaq, hidrogen 2 mol olduğu üçün 4 qram, oksigen isə 1 mol olduğu üçün 32 qramdır. Hansı münasibətlər doğrudur? Deməli, münasibətlərə baxsaq, B bərabərdir 2A münasibəti doğrudur və bir də C bərabərdir 8D münasibəti doğru olacaq. Yəni 1 və 4 doğru cavab C variantı. 64-cü sual. Mis 2 oksid və wolfram 6 oksid verilmişdir bizə. Reaksiya tam daxil olduğu hidrogenin mol miqdarı. Mis 2 oksid hidrogenlə reaksiyasından mis və su. Eyni ilə wolfram 6 oksiddə hidrogenlə reaksiyasından wolfram və su əmələ gələcək. Əmsallaşdırsaq 3 mol, 3 mol. Deməli, bizdən soruşur, reaksiya tam daxil olduğu hidrogenin mol miqdarı M mol olarsa, kuprumon nə qədər reaksiya daxil olar? Deməli, kupromonda X verilib bizə. X-a M mol, 1 mola isə 1 mol hidrogen reaksiya daxil olduğu üçün X bərabərdir elə N-ə. Y-ı tapsa, wolfram O3 Y-a 3M verilmişdir. Əmsallarına baxsaq, 1 mol wolfram O3-ə də 3 mol H2 reaksiya daxil olur və biz buradan Y-da M mol tapırıq. Y böl X nisbətini hesablayın. M bölünsün N bərabərdir 1-ə. 65-ci suala baxırıq. PKO5-in soyuq su ilə reaksiyası verilmişdir və bir də qaynar su ilə. Bilirik ki, soyuq su ilə reaksiyadan 0 dərəcədə HPO3 alınır. Qaynar su ilə isə H3PO4 alınır. Və turşunun 1 molu ilə natrium OH-ın əmələ yetirdiyi duzun növünü soruşur. Natrium OH bir turşulu əsas olduğu üçün bir əsaslı turşularla normal duz əmələ gətirir. Ya A, ya C, ya da D.
H3PO4 isə 3 əsaslı turşudur. Natrium hidroksidlə birin birə reaksiya girdikdə turş duz əmələ gətirir. Natrium H2PO4 əmələ gətirir. Ona görə də doğru cavab A variantı. Bilirik ki, reaksiyada OH-ın sayı hidrogenin sayından kiçik olarsa, reaksiyadan turş duz əmələ gələcək. 66-cı sual. Hansı monomerin polimerləşməsindən izopren kauçuku alınır? İzopren kauçuku təbii ki, elə izoprenin özündən, yəni 2-metil butadiyen 1,3-dən alınır. Y variantı doğru cavabdır. 67-ci sual. Hansı reaksiya nəticəsində alınan maddələrdən biri natrium hidroksid ilə reaksiya daxil olur? Deməli, qələvi ilə reaksiya daxil olur soruşur. A variantından alınır sink oksid və su. B-dən magnezium oksid və su. C-dən dəmir 2 oksid və su. Y variantından kalsium hidroksid və hidrogen. D variantından daha doğrusu. Y variantından da kalium hidroksid və hidrogen əmələ gəlir. Deməli, alınan maddələrdən biri reaksiya daxil olur deyir. A variantı bu dediyimiz şərtə uyğun gəlir. Çünki sink oksid amfoter oksiddir. Natrium hidroksidlə reaksiyaya girir. Su isə reaksiya daxil olmur. Ona görə B-də, C-də də sular cavablardan çıxırıq. Magnezium oksid əsası oksid olduğu üçün qələvlərlə reaksiyaya girmir. Dəmir 2 oksid əsası oksiddir, qələvlərlə reaksiyaya girmir. Kalsium hidroksid və kalium hidroksid qələvidir, qələvi ilə reaksiyaya girməz. Hidrogen də eyni ilə qələvi ilə reaksiyaya girmir. Digər maddələrin heç biri reaksiyaya daxil olmur. Ona görə də doğru cavab elə A variantı olacaq. Molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayını soruşur. Amoniakda deməli 3 hidrogen atomu hər biri tək-qat rabitə ilə birləşir azota. Azot sp3 hibrid orbital əmələ gətirir. Yəni tərkibində 4 hibrid orbital olsa da 3 rabitənin əmələ gəlməsində iştirak edirlər. Deməli 3 dənə də hibrid orbital iştirak edir. Suya gəldikdə isə suda 2 dənə rabitə vardır. Deməli oksigen sp3 hibrid orbital olsa da, yəni 4 hibrid orbital olsa da rabitə əmələ gəlmədə cəmi ikisi iştirak edir. Ona görə də x üstə y bərabərdir 5-ə, yəni Y variantı. 69-cu sual. Hansı liflərin alınmasında amin turşulardan istifadə olunur? Dərhal lafsan cavabını çıxırıq, çünki lafsan poliefir lifidir. Digərləri poliamid lifi olsa da, neylon lifində deməli əmələ gəlmədə iştirak eləyir adipin turşusu və heksametilen diamin. Yəni adipin turşusu turşulara aiddir, heksametilen diamin isə amin qrupuna aiddir, yəni aminlərə aiddir. Ona görə də doğru cavab 1 və 4 olacaq. Kapron və enant. Kapron lifinin əmələ gəlməsində 6 emin heksan turşusundan, yəni yenə də amin turşudan, bir də ki enant lifinin əmələ gəlməsində 7 amin heptan turşusundan istifadə edilir. Yəni A variantı doğru cavabdır. 70-ci sual. 70-ci sualda S elementi və P elementi soruşur. 19, 8, 15 və 12 verilib sıra nömrələri. Bunu belə də yadda saxlamaq olar. Kalium və magnezium əsas yarımqrup elementləridir. S elementidir. Oksigen və fosfor isə, daha doğrusu kalium və magnezium əsas yarımqrup metallarıdır. Metal olduğu üçün S elementidir. Ya da birinci, ikinci qrup olduğu üçün. Oksigen və fosfor isə qeyri-metallardır. Qeyri-metallarda P elementi olur onsuz da. İstisna hidrogendir və helyumdur. Deməli, 19 bu cür yadda saxlaya bilmiriksə, biz bunların elektron formullarını, elektron quruluşlarını qururuq. 1s2, 2s2, 2p6, 19-u qursaq əgər kaliumu. Deməli, 3s2, 3p6 və 4s1. Sonda hansı nə ilə bitirsə, deməli, həmin elementə aiddir. Bu S elementidir. 8-in quruluşunu qursaq 1s2, 2s2, 2p4 olur. P ilə bitdiyi üçün P elementi. 15-in quruluşunu qursaq, fosforun quruluşunu qursaq 1s2, yenə 2s2, 2p6, 3s2, 3p3 şəklində olur. Yəni P elementi olur fosforda. Magnezium isə 12-dir. 1s2, 2s2, 2p6, 3s2 şəklində olur. Yəni S ilə bitdiyi üçün bu da S elementidir. Doğru cavab D variantı 1, 4 S elementi, 2 ilə 3 isə P elementidir. 71-ci sual. 120 qram doymuş bir atomlu spirtin natrium ilə reaksiyasından altda müzdəki bronz 23 sayda hidrogen alınmışdır. Bilirik ki, bir atomlu spirtlərin natrium ilə reaksiyasından 0,5 mol hidrogen alınır. Yəni
1 molundan 14 m plus 18 qramından alınır 0,5 mol. Bizə isə 120 qramından alınıb 6,2/13, yəni 1 mol hidrojen alınmışdır. Biz də buradan hesablasaq n bərabərdir 3 tapırıq. 3 karbon atomu olan bir atomlu spirtdə B variantında verilmişdir. 72-ci sual, kükürt dioksid üçün hansı ifadə doğrudur? Kükürt dioksid SO2 şəklində qeyd olunur, verilir. Turş oksid olduğu üçün qələvlərlə reaksiya daxil olur. Bu yanlış cavabdır. Suda əlil olduqda sulfat yox, sulfit turş əmələ gətirir. Əsas oksidlərlə qarşılıqlı təsirdə olmur cavabı səhvdir, əslində olur. Duz əmələ gətirməyən yox, turş oksididir. Oksigenlə reaksiya daxil olur, bəli, SO3 əmələ gətirir oksigenlə reaksiyasından. 73. Kalium sulfatın suda məhlulunun elektrolizi zamanı, yəni kalium sulfatın suda məhlulunun elektrolizi. Biz bilirik ki, kalium aktiv metal olduğu üçün katodda hidrogen, SO4 oksigenli turş olduğu üçün anodda oksigen alınır və bu da suyun parçalanmasından alındığı üçün kalium 2SO4 elektrolizə məruz qalmır. Həmsallaşdırsaq 2 mol H2 2 mol da suya düşür. 30 mol qaz katodda alınarsa anodda neçə mol qaz alınır? 30 mol qaza X veririk, 2 mol hidrogenə isə 1 mol oksigen veririk. X da buradan bərabərdir 15 mol. Doğru cavab A variantı olacaq. 74-cü sual. Eyni mol miqdarda azot və X qazını qarışdırdıqda havadan ağır qaz qarışığı alınır. Deməli azot və X qazını, hər hansısa bir X qazını qarışdırdıqda. Havadan ağır qaz olması üçün azotun kütləsi 28-dir. Deməli X-in kütləsi havadan ağır olmalıdır. Yəni 29-dan böyük olmalıdır mütləq. Deməli SH2 26-dır, H2 kütləsi 2-dir, NH3 17, SH4 isə 16-dır. Doğru cavab D variantı oksigen olacaq. 75-ci sual. Kalsium oksidin neçə qramında 3,2 qram kalsium olar? Deməli kalsium oksiddə bilirik ki, bir dənə kalsium var. Yəni 56 qramında 40 qram kalsium var. X qramında isə 3,2 qram kalsium olar. Bunu da hesablayırıq. X bərabərdir 4,48. Yəni doğru cavab A variantı olacaq. Burada 4 düşməyib. 4,48 olur 75-ci sualda. 76-cı sual. Hansı maddələrin dehidrogenləşməsindən butadiyen strol kauçukunun monomerləri alınır? Butadiyen strol kauçuku bilirik ki, butadiyen və strolun birləşməsindən əmələ gəlir. Butadiyen yadda saxlayırıq ki, butanın dehidrogenləşməsindən, strol isə etil benzolun dehidrogenləşməsindən alınır. Yəni doğru cavab B variantı 76-da. 77-ci suala baxırıq. Hansı duzun parçalanması nəticəsində oksigen alınmır? Bütün nitratların parçalanmasından oksigen əmələ gəlir. Sadəcə ammonim nitratdan əmələ gəlir N2O, bir də su. Yəni B variantından oksigen alınmır. 78. Hansı alkanın 4,4 qramının tam yanmasından bu qədər CO2 alınır? Təbii ki, 4,4-dən 6,72 litr CO2 alınır. Bilirik ki, alkanların da 1 molundan, yəni 14 m plus 2 qramından alınar m mol CO2. Yəni ki, elə 22,4 n yazırıq. Burada deməli ixtisarlara aparsa, hər tərəfi 10-a vursaq yuxarıda 44, bu da 67,2 eləyər. 3 qalır burada. Deməli 44 n bərabərdir 42 n plus 6. Biz də bunu hesablasaq n bərabərdir 3, yəni doğru cavab C3H8B variantı. 79-cu suala baxırıq. Qatı sulfat turşusu ilə gümüşün reaksiyasını verib. Bilirik ki, reaksiyadan alınır argentium 2SO4, SO2 və su əmələ gəlir. Yuxarını təmizləyək. Deməli, hansı sxemlər reaksiyaya uyğundur soruşulur. Bilirik ki, gümüş 0-dan müsbət 1-ə dəyişilir. Burada yadda saxlayın, gümüş 0 olmalıydı. Gümüş 0-dan müsbət 1-ə dəyişilir. Deməli 1 doğrudur. Kükürt isə H2SO4-dən müsbət 6-dır. SO2-də isə müsbət 4-dür. Yəni müsbət 6-dan müsbət 4-ə dəyişilir. Doğru cavab C variantı. 80-ci sual. 3,36 litr H2 alınan zaman natrium hidroksidin suda məhlulu ilə neçə qram alüminium reaksiya daxil olar? Sadə sualda sadəcə olaraq cümlənin yerini dəyişdirirlər. Yəni formasını dəyişdirirlər. Ona görə çaşa bilir uşaqlar.
Alüminiumdan təbii ki bilirik 3 valentli olduğu üçün 1,5 mol H2 alınır. 3,36 litr H2 alınan zaman natrium OH-ın neçə qram alüminium? X qram alüminium. X-ə getdi 3,36, 27 qram alüminiuma isə 1,5 mol, yəni 33,6 litr gedər reaksiyaya, alınar hidrogen. X da buradan bərabərdir 2,7 qram, yəni C variantı. 81. Hansı maddələrin qarşılıqlı təsirindən etil xlorid alınar? Yəni C2H5 xlor alınar. Etil xlorid yadda saxlayırıq. Etilenlə xlorid turşusunun reaksiyasından var. Yəni burada A variantı olacaq. C2H4 H xlor. B variantından etil xlorid yox, xlor metan, dixlor metan və s. alına bilər. C2H2 üstə xlor 2-dən dixlor alınır. Yəni 2 dənə xlor alınacaq. D variantından vinil xlorid alınır. Y variantı isə reaksiyaya getmir. Ona görə də A variantı doğru cavabdır. 82-ci sual. Deməli, flor, brom və xlor verilmişdir. Halogenlə reaksiya daxil olan kaliumun mol sayı. Bizə kütlələrini bərabər verib. Biz də bilirik ki, kütlələri bərabər olduqda az mol, az kütləli olanı biz daha çox mol götürürük. Ona görə də az kütləli olan daha çox reaksiya daxil olur. O zaman florun kütləsi azdısa, flor daha çox reaksiya daxil olur və kaliumda daha çox sərf olunub. Deməli, M1 hamısından böyükdür. Daha sonra xlor ortancıl kütləlidir, orta kütləlidir. Deməli, ikinci gəlir N3. Ən az sərf olunan isə N2 olacaq. Çünki brom daha az miqdarda, daha az mol miqdarında götürülmüşdür. Daha az da kalium sərf olunacaq onun həmin miqdarına. N1 böyüdür N3, o da böyüdür N2-dən, yəni B variantı doğru cavabdır. 83-cü suala baxırıq. X hansı elementlər ola bilməz? Buradan baxıb görürük ki, X 2 valentli deyil, 1 valentlidir. Ona görə də barium, alüminium və dəmir səhvdir. Natrium, kalium və hidrogen isə doğru cavabdır. Bunu belə yadda saxlaya bilərsiniz. X2SO3 şəklində yazılır burada. Fikir versə əgər 2 dənə, yəni X2SO3, natrium 2SO3, kalium 2SO3 və hidrogen, yəni H2SO3 olur. Doğru cavab 1, 2 və 5 cavab olacaq. 84-cü suala baxırıq. Azot və hidrogendən ibarət 360 mol qaz qarışığının reaksiyasından sonra yalnız 40 mol hidrogen artıq qalarsa. Azot və hidrogen reaksiya daxil olur. 2 mol amonyak alınır. Deməli, 360 mol qaz qarışığıdır, 40 mol hidrogen artıq qalır. 360-dan çıxırıq 40-a, qalır 320 mol. Yəni, 320 mol reaksiya daxil olan miqdardır. Azot x mol daxil olub, hidrogen isə 3x daxil olub. Cəm 320 daxil olur. Deməli, biz buradan x-i tapırıq 80 mol. 80 mol x tapırıq. 40 molda hidrogen artıq qalarsa deyir. Deməli, 80 mol reaksiya daxil olub. 40 da artıq qalmışdır. Hidrogen, bir dəqiqə, yox, elə deyil. Hidrogen, x-i biz 80 tapırıq. Hidrogen 3x olduğu üçün 3 vurulsun 80 bərabərdir 240. İlkin qaz qarışığındakı hidrogeni soruşduğu üçün artıq qalan həmin o 40 molu da üstünə əlavə edirik. Cavab eləyir 280 mol. 85-ci sual. Su əlavə olunandan sonra duzun məhlulda kütlə payını hesablayın. Duzun məhlulda əvvəlki kütləsi elə 19 qramdır. Yəni 190 qram 10%-ni hesablayırıq. 19 qram duz var məhlulda. Məhlula 10 qram su əlavə olunandan sonra məhlulun kütləsi 200 qram olur və məhluldakı duzun kütlə payını hesablamaq üçün 19 bölünsün 200, yəni M maddə bölünsün M vurulsun 100 düsturu ilə hesablayırıq. Doğru cavab 9,5 olur. 86-cı sual. 22,4 litr CH4 yananda 9 kilojol istilik ayrılır. 22,4 yandıqda 900 kilojol. X yandıqda isə 2700 kilojol alınır. Buradan da X hesablasaq 67,2 olur. 87-ci suala keçirik. Uyğunluğu müəyyən edin. Bizə karbohidrogenlər verilir və katalitik oksidləşməsindən hansı turşuların alındığı soruşur. Deməli, C36H74-ün oksidləşməsindən biz artıq bilirik ki, C36H74-dən stearin turşusu alınır. Stearin turşusu da burada Y variantında göstərilmişdir. 1-ə Y. CH4-ün, yəni metanın oksidləşməsindən təbii ki, metan turşusu alınır. Yəni qarışqa turşusu 2-yə B gedəcək burada.
C4H10'un oksidləşməsindən isə təbii ki, buradan sirkə turşusu alınacaq. Yəni etan turşusu 3-ə də A variantı getmiş olacaq. Deməli, keçirik situasiyaya, daha doğrusu ətraflı cavab tələb olunanlar hissəsinə. 88-ci sual. 88-ci sualda bizə nə deyir? Deyir ki, 4 mol kalsium xlor 2 və 10 mol natrium xlor duzlarına ibarət qarışıq suda əldə edildikdə kalsium və xlor ionlarının sayının zamanla asılı qrafikı verilmişdir. Daha sonra kalsium xlor 2 duzunun dissosiasiya dərəcəsi 80% olarsa, yəni bu 4 mol kalsium xlor 2-nin 80% dissosiasiya eləmişdir. Deməli, kalsium xlor 2-dən alınmalıdır kalsium ionu, bir də 2 mol xlor ionu alınmalıdır. 4 molun 80% dissosiasiya eləyib, yəni 3,2-si dissosiasiya eləyib. 3,2-dən alınır yenə 3,2 kalsium, 6,4 isə xlor alınır. Bu o deməkdir ki, N-in qiymətini soruşur, kalsiumun qiymətini. Kalsium 3,2-yə bərabərdir. Yəni N bərabərdir 3,2. Davam edirik, natrium xlor duzunun dissosiasiya dərəcəsini soruşur. Əgər 5N xlor alınıbsa, deməli 5 vurulsun 3,2 bərabərdir 16 mol xlor alınır. Xlorun 6,4-ü birincidən, yəni kalsium xlor 2-nin dissosiasiyasından alınıb. 16-dan çıxırıq 6,4 bərabərdir 10-dan 4, 6, 9,6 alınmalıdır. Deməli, 10 mol natrium xlordan da əslində 10 mol natrium xlordan alınmalı idi. Elə 10 mol natrium və 10 mol da xlor alınmalı idi. Amma bizə nə deyir? Bizə deyir ki, 9,6 mol xlor alınmışdır. O zaman hesablayırıq. 9,6 bölünsün 10, vurulsun 100, bərabərdir 96%. Bu da o demək ki, natrium xlor duzunun dissosiasiya dərəcəsi elə 96% olur. Deməli, keçirik 89-cu suala. Kalium OH və xlor 2 reaksiyası verilib, reaksiya tamamlanıb. Tənliyi üzrə məhsulların mol miqdarının zamandan asılı qrafik aşağıdakı kimidir. Biz əvvəlcə reaksiyanı əmsallaşdırmalıyıq, çünki mol miqdarları lazımdır. Reaksiya əslində əmsallarını çox vaxt bu reaksiyanı əzbər bilir uşaqlar, amma yenə də biz baxaq. Oksidləşmə dərəcəsini dəyişən elementlər xlor və yalnız xlordur, yəni disproporsiya reaksiyasıdır. Xlor 0-dan -1-ə, xlor 0-dan 1-dən -5-ə oksidləşmə dərəcəsini dəyişir. Yəni ikiləri yazmasaq da olar, indeksləri. 1 elektron, 5 elektron dəyişilir. 5, 1 şəklində yazırıq. 5 düşür -1 olan xlorun əmsalına. 1 düşür -5 kalium xloru üçün əmsalına. 6 dənə xlor olduğu üçün sol tərəf 3 mol, 6 dənə kalium olduğu üçün kalium OH-a da 6 mol düşür. Hidrogen 6 dənə olduğu üçün suya da 3 mol düşür. Deməli, biz A maddəsini müəyyən elədik ki, kalium xlordur. B maddəsini müəyyən elədik ki, sudur. C maddəsini də müəyyən elədik ki, kalium xlor O3-dür. B maddəsinin flor ilə reaksiyasının kimyəvi tənliyini yazın və əmsallaşdırın. B maddəsi təbii ki, su, suyun flor ilə reaksiyasını yazsaq, H2O üstəgəl flor 2. Reaksiyadan alınır H flor üstəgəl O2. Belə reaksiya çox da uzatmağa ehtiyac yoxdur artıq. Yəni, belə deyək də, oksidləşmə reduksiyanını aparmırıq. Elə oksigenin sayına baxın, 2 mol sağda olduğu üçün solda da 2 mol yazırıq. O zaman hidrogen 4 mol olur. 4 dənə də flor olduğu üçün flora da 2 mol yazırıq. Doğru cavab bu şəkildə olacaq. C maddəsinin kimyəvi formulunu yazsın. Biz artıq C-ni tapdıq. C maddəsi də kalium xlor O3 olacaq. Keçirik növbəti suala. 90-cı sual. 9 qram etil aminin tam yanma məhsullarından suyu ayırdıqdan sonra qaz qarışığını artı miqdarda əhəng suyu ilə keçirdikdə qarışıqdakı qazların biri tam reaksiya daxil olur. Əhəng suyu olan qabın kütləsi neçə qram artar və neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığını hesablayın. Bəli, bizə çox uzun görsənən bir sual ola bilər, amma diqqətlə baxsaq tapmaq olar bunu. Etil amin C2H5NH2, bunu bilirik artıq. Bunun yanmasından, deməli, yandırırıq bunu. Reaksiyadan alınır CO2, N2 və su alınır. Reaksiyanı əmsallaşdırmalıyıq. Deməli, reaksiyanı əmsallaşdıran zaman, bir dəqiqə, deməli, 9 qram etil amin bizə lazım olan CO2, N2 və N2-nin mol miqdarlarıdır. Ona görə də 2 mol C2H5N2-yə ataq.
4 dənə karbon olduğu üçün 4 mol CO2-yə, 2 dənə də azot olduğu üçün 1 mol N2 olar. C2H5NH2-nin kütləsini hesablasaq 24, 29, bu da 16, 45 qramdır. Yəni 2 vurulsun 45-dir. 2 vurulsun 45-indən bizə onsuz da suyu ayırdıqdan sonra deyir. Ona görə su nəzərə alınmayacaq. Bizə lazım olan CO2 ilə N2-dir. Qalan əmsallara ehtiyac yoxdur. Çünki bizdən reaksiyanı əmsallaşdırmağı da soruşmur. 2 vurulsun 45-indən nə qədər CO2 alınır? Təbii ki 4 mol CO2 alınır və 1 mol da N2 alınır. Bizə isə 9 qram C2H5NH2 verib. O zaman 90 qram verilib, bizə 9 qram verilib. Deməli 10-a bölməliyik biz hər tərəfi. 10-a böləndə 0,4 mol CO2 alınır, 0,1 mol da N2 alınır. Deməli, əhəng suyu olan qabın kütləsinin bizə deyir ki, qazlardan biri tam reaksiya daxil olur. Tam reaksiya daxil olan CO2-dir. Və biz bunu əhəng suyundan keçirdikdə tam reaksiya daxil olur və 0,4 mol CO2-nin hamısı gedir reaksiyaya. 0,4 vurulsun 44 bərabərdir 17,6 qram əhəng suyundakı əhəng suyu olan qabın kütləsi artır. Çünki əhəng suyuna daxil olan maddə CO2 maddəsidir. Və o da 0,4 mol daxil olub. Və neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığı. Daxil olmayan isə N2 qazıdır 0,1 moldur. Bunu da bizə litrlə soruşduğu üçün 0,1 vurulsun 22,4 bərabərdir 2,24 litr. Belə, əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram. İnşallah ki, istədiyiniz nəticəni əldə etmişsiniz. İkinci imtahana da hazırlaşan uşaqlar varsa, hər birinə yenidən uğurlar arzu edirəm. Oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.